Salam olsun herkese, salamlayıram hər birinizi. Bu dərsimizdə sizinlə HTML-dən keçdiyimiz mövzuları praktik etmiş olacağıq. Belə deyək də, çalışacağım ki, hamısını əhatə etsin, amma yəni məntiq olaraq da bu düzgün deyil, həm də videonun vaxtına görə təbii ki, hər birindən istifadə edə bilməyəcəm. Örneğin forumlardan istifadə etməyəcəm, table'lardan çox güman ki, istifadə etməyəcəm. Çünki belə deyək də, layihəni öncədən düşünməmişəm. Sadəcə belə bir fikrim var ki, şəhərlər haqqında bir layihə yaza bilərik. HTML strukturu qura bilərik. Onun üçün də indi belə deyək də random getmiş olacağıq. Səhifələrə böləcəyik və birdən çox HTML faylı ilə işləməyi də sizə öyrətmiş olacağam. Yəni səhifələr arası keçidləri. Zaten biz bunu bilirik, linklərlə edəcəyik və bu dərsimizdə praktik olaraq bunun şahidi olmuş olacağıq. Deməli qeyd etdiyim kimi layihəmiz şəhərlərlə bağlı olacaq və burada keçdiyimiz elementlərdən, təqlərdən istifadə etməyə çalışacağam. Maksimum çalışacağam ki, əksəriyyətindən istifadə edim ki, siz bunların istifadəsi ilə belə deyək də daha yaxından tanış ola biləsiniz. Və bir şey də deyim ki, biz CSS dərslərinə başlayacağıq artıq. HTML-dən həmən sonra, yəni o da təbii ki, CSS playlisti altında olacaq, CSS dərsləri playlisti altında olacaq. Biz orada da zaten CSS-də də HTML strukturunu həm quracağıq, həm də CSS tətbiq edəcəyik. Yəni demək istədiyim odur ki, əslində HTML-i biz orada da praktik edəcəyik. Yəni bu dərsimizdə dərsin ortalarında praktikalarımız oldu. Bu praktikanı da sona saldım ki, ümumiləşdirilmiş bir təkrar kimi olsun. Amma qeyd etdiyim kimi CSS dərslərində zaten biz HTML təqlərindən istifadə edərək praktikalar etmiş olacağıq. Yəni HTML strukturunu quracağıq, həmən CSS tətbiq edəcəyik. Aydındır? Bunu da bilmək lazımdır. Yəni bu praktika son deyil. Əslində CSS dərsində də bu praktikamız davam edəcək. Bu belə. İndi mən layihəni necə fikirləşmişəm? Baxın, bir index.html səhifəmiz var. Burada şəhərlər haqqında ümumi məlumatlar ola bilər. Elə deyil. Örneğin yuxarıda header hissəsi yazarıq. Baxın, layihəni belə düşünürəm. Yuxarıda bir header hissəsi olar. Bunun içərisində nav yazarıq elə. Bölüşdürərik təbii ki bunu da. Aşağıda isə şəkil olsun, şəhərlə bağlı şəkil olsun, bir də deməli şəhərin adı və s. burada yazılsın. Bu formada sonra buradan BR olsun, aşağıda bir dənə də şəhərin şəkli olsun, adı yazılsın və bizə deyək ki, burada da link yerləşdirə bilərik. Burada da təbii ki, bizim menü hissəsində linklərimiz olacaq. Klik etdiyimiz zaman həmən şəhərlə bağlı daha aydın məlumatlar təqdim olmuş olacaq. Örneğin A-frame-dən xəritədən gətirib göstərəcəyik və s. bu kimi deməli təqdimatlar olacaq. Elə isə gəlin başlayaq. Deməli bir header təqi açıram burada elə. Bunun içərisində bir div yazıram. Bu div içərisində H1 yazıram. Şəhərlər başlığı altında. Şəhərlər başlığı altında. Daha sonra aşağıda gəlirəm bir dənə nav açıram. Nav içərisində deməli gəl UL ilə yazaq istəyirsə, onun da istifadəsini görək. İstifadəsini bilirik zaten. UL içərisində li yazıram, li içərisində də a yazıram, fikir verin. Və burada biz linklərimizi yazacağıq. Məsələn, hansı şəhərləri edə bilərik? Gəlin Berlin, məsələn Berlin yazaq. Daha sonra Ctrl-C edirəm, Ctrl-V edirəm bura, bir dənə də Ctrl-V edirəm. Yəni UL içərisində li yazırıq da. Berlin, İstanbul, bir də Bakını yazaq məsələn. Bakı. Elə deyil. Bu formada Ctrl-S edirəm bunu. Deməli, baxdığımız zaman şəhərlər və burada da bu yazılar bizim üçün çıxdı. Bunlar linkdir. İndi bunların hreft atributlarından biz dəyər mənimsətməliyik. Elə deyil, keçidlər üçün. Hələ ki bunu etməyə istəyirsiniz, gəlin bu səhifəni düzəldək. Sonra baxın, header yazdım mən, elə deyil, bədii içərisində. Headerdan kənara çıxıram. Header içərisində navda yazdım. Headerdan kənara çıxdım və kənara çıxandan sonra main açıram burada. Main içərisində məsələn gəlin belə eləyək də, gəlin section baxaq. Bir dənə section açıram. Bu section içərisində article açacağam. Article içərisində artıq nə olacaq? Dedik ki, bir şəkil olacaq. Bizdə belə olacaqdı. Bir şəkil olacaq, altında yazı olacaq. Daha sonra BR atacağıq. Ona görə də burada fiqur açıram. Baxın, fiqur açıram. Bunun içərisində image açacağıq. Image açacağıq və altda da deməli Big caption olacaqdı, elə deyil. Big caption olacaq. Burada da məsələn ilk şəhərimiz olsun. Elə yuxarıdakı sıralama ilə gedək gəlin. Berlin. Berlin. Örneğin Almanya yazaq. Almanya. Bu bunun üçün oldu. Baxın, fiquru yazdım bu artikelin içərisində. İndi bu image-də gəlin link verək. Buradan gəlin tapaq da yəni yaxşısı. Məsələn Berlin image yazaq bura. Belə bir axtarış edək. Şəkillər hissəsinə baxaq. Hər hansı bir şəkli götürə bilərik. Berlinin olması önəmli deyil əslində. Berlinin şəklini götürək, amma bunun da üzərində open var. Baxın, bu şəkil üzərində gəlin, sağ düymə edib open
link in new tab deyin. Burada bu formada açılacaq. Daha sonra harda şəkil gördünüz onu təzədən vurun. Görə şəklin özünü apara biləcək. Burada bir dənə də bunun üzərində vurun. Şəklin öz linki lazımdır bizə. Baxın şəklin öz linki gəldi bizə. İndi bunu Ctrl C edirəm buradan və bunu X edirəm, X edirəm. Bunu da X edirəm. Bura qalsın, zaten bizə lazım olacaq. Gətirirəm, image-in SRC-sinə yapışdırıram. Burada gəlin altta bir şey yazaq. Məsələn, Berlin yazıram bura. Ctrl S edirəm və keçirəm deməli səhifəyə. Bura baxdığımız zaman təbii ki buna ölçüləri verək gəlin. Image tag-nə ölçülər verək. Məsələn width dəyərimiz olsun. Width dəyərimiz olsun 400 piksel. Height dəyərimiz də olsun. Nə qədər 400 piksel olsun elə. 400. Ctrl S edirəm. Səhifəmizə keçid edirəm. Baxın bu formada. Deməli yuxarıda bizim nələr gəldi? Şəhərlər yazıldı başlıq altında. Burada UL içərisində lilər yazdıq. Lilər içərisində linklər yazdıq. Ona görə bunlar klik oluna biləndir. Daha sonra burada şəkil var. Şəkil haqqında Berlin, Almaniya bura yazıldı. İndi bu artiklın aşağısına bir dənə haşeri atıram. Hətta bir dənə daha haşeri ataq. 2 dənə xətt attım. Baxın. 2 dənə xətt attım. Ümid edirəm ki görsənir. İndi burada təzədən bir dənə də bu artikldan, eyni bu artikldan yazmış olacaq. Gəlin yazaq. Bunu kopya da edib ata bilərsiniz. Məsələn, bunu kopya eləyərik buradan, yapışdırarıq bura. Onu da etmək olar. Gəlin bunu bağlayayım buradan. Mən kopya etmirəm, siz də kopya etməyin. Qətiyyən kopya eləməyin. Figur təqini açıram burada. Şəkil olacaq da elə deyil bunun içərisində. Deməli, hətta baxın belə də eləmək olar. Fikir verin. Figur içərisində bunu yazdıq elə deyil. Sonra gəlib aşağıda, bundan aşağıda bir dənə də details yazmaq olar. Details yazmaq olar. Bunun da içərisində summary, gəlin yazaq da istəyirsiniz. Summary yazmaq olar. Məsələn, burada yazaq Berlin haqqında qısa məlumat. Bu formada P yazıram. Lorem məsələn 30 dedim, Ctrl S elədim. İndi gəlib səhifəmizə baxdığımız zaman fikir verin, burada çıxır, vururuq, açılır. Bu Berlin haqqında məlumat kimi düşünək də bunu aydındır. Eyni bu strukturu, gəlin baxın bu artikel strukturu ki var. Buradan çıxırıq kənara, haşerlərdən sonra bir dənə də artikel açdıq. Bunun içərisində image açacağıq, SRC verəcəyik bura, bu qalsın elə ki burada. Bunu width height dəyərlərini kopya eləyə buradan əllə yazmayayım bir də. Ctrl C edirəm, gətirirəm bura, yapışdırıram. Daha sonra image yazdıq, elə deyil. Biz burada nə fig caption yazmalıyıq, elə deyil. Fig caption içərisində məlumat yazmalıyıq. İstanbul, elə deyil. İstanbul. Shift-i dəyişmişəm. İstanbul. Türkiyə. Bu formada. Bunu yazdıq. İndi şəklə gəlin, URL verək. Məsələn, İstanbul. Image hissəsindən Ctrl vuraq, bunu başqa bir səhifədə açaq. Sağ düymə edib Open Net deyək. Bir dənə də sağ düymə edək. Bir dənə də sağ düymə edək. Şəklin öz linki lazımdır bizə, baxın. Məsələn, bu linki götürsəm mən, image tagginə versəm, gəlin yoxlayaq. Bunu image tagginə versəm əgər, Ctrl S edirəm. Keçirəm səhifəmə. Baxın, bu yer tutulur. Bu yer tutulur, bax, bu yer tutulubdur. Amma şəkil görsənmir. Çünki mən şəklin linkini vermədim. Şəklin linki budur. Bu şəklin linki budur. Onca bunu götürürəm, Ctrl C edirəm. Bunları da bağlayıram buradan. Bu qalsın burada, bunu da bağlayıram. Keçirəm bura və image tagginə bu linki verirəm. Ctrl V edirəm bura, Ctrl S edirəm, keçirəm səhifəyə. Deməli, bura keçirik. Baxın, burada da gəldi, İstanbul və s. İndi burada da, məsələn, bu detailsdən eynisindən burada yazmaq olar. Bunu kopya edirəm. Siz kopya eləməyin də. Baxın, mən indi bəzilərini kopya eləmirəm. Figurun kənarına yazıram. Figurun içərisinə yazmıram. Figurun kənarına yazıram. Details'ı buraya yazıram. Burada da İstanbul. İstanbul haqqında məlumat. Keçirəm səhifəmə, baxırıq bura. Burada da İstanbul haqqında, baxın. Haqqında qısa məlumat deyirik və vuranda üzərinə bir şeylər açılır. Aydındır. Siz elə eləyə bilərsiniz, bu şəklin üzərində də klik olunma zamanı nə olar? URL-ə gedər. İndi bu URL-ləri də formalaşdıracağıq sizinlə. Gəlin gecikmədən birini də yazaq. Baxın, Bakı üçün yazacağıq. Deməli, bu artikel var, bu section içərisində yazmışıq. Artikel var, bunu bağlayıram. Haşerlər var bunun içərisində, elə deyil bu formada. Ctrl S edirəm. Daha sonra bu artikel var burada. Baxın, bu da var. İndi bundan aşağıda nə edəcəyik? Bir dənə də, 2 dənə də haşer ataq. Formada haşer ataq. Və gəlin bunu mən kopya edəcəm, amma siz kopya eləməyin. Baxın,
Oturun əllə yazın. Eyni şeyləri yazacağıq. Ona görə kopya edirəm mən. Amma əllə yazın. Məqsəd sizin kod yazmağa öyrəşməyinizdir. Ctrl V deyirəm bura. İndi burada dəyişdirilə bilən hissələr olmalıdır. Baxın İstanbul, Türkiyə yazmışıq. Bakı yazırıq. Bakı deyək. Azərbaycan. Bakı haqqında. İncə Bakı haqqında bir dənə də şəkil tapaq. Baku. Bu formada məsələn kontrol vurub bunu açaq. Sağ düymə edib open line. Deməli new tab deyək. Bunun üzərində open new tab deyək. Və gəldi şəklin öz linkini götürdük. Ctrl C edirəm. Bunları da bağlayıram buradan. Bu formada. Və keçirik bura. Image tagimizə bu linki verəcəyik. Ctrl V edirəm. Ctrl S edirəm. Keçirik deməli bu səhifəmizə. Və burada baxırıq. Bakı haqqında da gəldi. Yazımız da var altında. Baxın. Yazımız da var altında. Bu da var. Details yazmışıq bura. Və haşerlərimiz də təbii ki burada var. Xəttləri də salmışıq bura. İndi nə etmək olar? Baxın. Deməli, gəlin belə bir şey eləyək. Bu artikelda yazdıq. Bunu da bağlayıram. Fikir verin, sərgəli görsənir. Baxın, mail içərisində yazmışıq. Mail içərisində section açmışıq və section içərisində artikel yazmışıq. Eyni səviyyəli artikellar yazmışıq. Elə deyil. Bu mainlə bu header-da hal-hazırda eyni səviyyəli təqlərdir. İndi burada gəl bura B-rə ataq bir dənə. Ctrl S eləyək ki, bunlar biraz düşsün aşağı. Hə, bu formada düşdü. İndi nə etməliyik? Biz artıq bu keçidləri hazırlamalıyıq. Hansı ki, Berlin üzərinə vuranda, klik edəndə bu səhifədən burada vuranda getməlidir ora. Gəlin hətta bunların da arasında B-rə ataq. B-rə ataq, Ctrl S eləyək. Bu formada səpəli görsənsin qoy. Deməli, bu linklərə klik olunma zamanı səhifələrə getməlidir. Onun üçün də baxın, gəlirəm bura. Bunun içərisində bir dənə folder yaradıb, folder içərisində də yaratmaq olur, amma ehtiyac yoxdur. Məsələn, berlin.html deyirəm. Enteri vurdum. Shift nida dedim. Enteri vurdum. Ctrl S elədim. Burada başlığı da düzəldək gəlin. Baxın. Buraya yazaq şəhərlər. Şəhərlər yazıram bura. Bu formada şəhərlər başlığı ilə gəldi. İndi burada da bu başlıqda yazıram şəhərlər. Amma Berlin. Bu formada yazıram. Bu Berlinlə bağlı olacaq, elə deyil. Bunun da içərisində sadə yazılış yazmış olacaq. Çox belə dərinləməsin olmayacaq. Gəlin elə birbaşa main içərisində A-frame yazaq. Elə edək. Yəni birbaşa main içərisində A-frame yazaq. Hətta main içərisində birbaşa yox. Bir dənə H3 içərisində yazaq məsələn Berlin xəritə bu formada. Yəni biz baxın nə demək istəyirəm, fikriniz qarışmasın. Biz bu index.html-də bu Berlinə buna klik etmə zamanı biz bunun hrefinə bu Berlin HTML-i verəcəyik. Yəni bu səhifəyə gələcək. Aydındır? İndi göstərəcəm. Heç narahat olmayın. Deməli gəlin bunu yazaq. Baxın, Ctrl S eləyirəm bunu. Burada gəlirəm, baxın, Berlin.html. Təbii ki, folder içərisində olsaydı yolun daha fərqli yazacaqdım. Nöqtə/lə və s. Berlin.html yazdım bunun hrefinə. İndi gəlirik bura baxırıq. Baxın, Berlin üzərinə klik etdiyim zaman gəlir Berlin xəritə. Xəritə yazısı gəlir bizə. Bu Berlin xəritə yazısı hardan gəlir bizə? Baxın, buradan. Bu berlin.html-dən gəlir bu yazıdır. İndi bunun aşağısına bir dənə də main içərisinə A-frame yazacağıq dediyim kimi. Gəlin onu da yazaq. Deməli Google Maps yazaq. AI mod bizə lazım deyildi. All hissəsinə keçək. Google Maps-ə keçək. Deməli bu formada gəldi. Sizdə bu formada gələ bilər. Baxın, bu formada gələ bilər. Çevirə bilərsiniz bunu. Belə çevirdim. Deməli bizə nə lazımdır? Berlin lazımdır. Elə deyil. Gedək buradan Almaniyaya. Berlin. Vururuq üzərinə. Burada şiə hissəsi gələcək bizim üçün. Ümmet hissəsi gələcək. Bunları bilirik. Copy HTML deyirəm. Formada. FQM bu formadasını götürdü. İndi baxırıq. Gəlirəm bura, yapışdırıram. Birbaşa A-frame verdi mənə. Ctrl S edirəm buranı formada və keçirəm. Səhifəmizə baxıram. Baxın, burada xəritə bizim üçün gəlmiş oldu. Berlin xəritə gəldi. İndi burada dediyim kimi yazılar və s. də yazmaq olar da. Təbii ki, məsələn, bunun altına bir açılayıcı mətin yazmaq olar. Çox şey eləmək olar. Aydındır, əsas burada səhifələrlə keçidləri və s. görmüş olar. Bunu yazdıq, elə deyil. İndi buradan bir də qayıdış hissəsini yazaq. Gəlin onu da header hissəsində yazaq. Header hissəsində nav yazıram.
Nav içərisində UL ilə yazaq, yoxsa yox? Gəlin UL ilə yazaq bunu da. UL içərisində li yazıram, A yazıram. A-nın rəfinə verəcəm nə? Index.html-i. Buradan da yazacağıq. A-ya deyəcəyik ki, nə? Ana səhifə. Ana səhifə. Ctrl S eləyirəm. Səhifələr arası keçidlər olacaq. Baxın, hal-hazırdakı bu li içərisində yazılan A berlin.html-dədir. Buna klik olunma zamanı qayıdacaq index.html-ə. Bura qayıtmış olacaq. İndi baxaq. Baxın, prosta bunun üzərinə niyə düşdü? Çünki bu Berlin xəritə. Hə, bu Berlin xəritə burada yazıla bilər. Başlıqda da yaza bilərik Berlin haqqında məlumat. Burada da, amma ehtiyac yoxdur. Baxın, Berlin xəritə. Burada ana səhifəyə vuranda keçirik ana səhifəyə. Fikir verin, ana səhifədə bunlar var. Bura keçirik. Berlinə vuranda keçirik bura. Aydındır? İndi bunun eynisini nələr üçün edəcəyik? Digərləri üçün də edəcəyik. Burada yaradırıq nə? Deməli, İstanbul. Böylə yazmayaq istəyirsiniz. İstanbul nöqtə HTML. Ctrl-ni də vururam. Bunu kopya eləyib atmaq da olar ora. Baxın, bunu kopya eləyib ata da bilərik. Gəlin, kopya eləyirəm mən. Siz kopya eləməyin. Çox rica edirəm, kopya eləməyin siz. Əllə yazın. Aydındır? Eyni kodlar olduğu üçün mən kopya eləyib atıram bura ki, videonun vaxtı uzanmasın. Ana səhifə bu olduğu kimi qalacaq bu hissə. Burada Berlin olmayacaq. İstanbul olacaq. A-frame-i dəyişdirəcəyik buradan. Başqa da bir şey dəyişməyəcək. Bu dəyişəcək. Başlıqda İstanbul. İstanbul olacaq. Icon və s. də yerləşdirmək olar. İndi gəlin bir dənə də İstanbulu seçək buradan. X verirəm, qayıdıram yuxarı. Uzaqlaşaq. Gələk Türkiyəyə. İstanbulu seçək. Şey hissəsindən, image hissəsindən copy HTML edək. Bunu da bağlayaq. Keçək bura. A-frame-ə, elə A-frame-i yerinə yapışdıracaq. Çünki elə veribdi bizə. Bu formada yapışdırıram. Ctrl-S edirəm və keçirik bura. Buradan da baxırıq bura. Baxın, ana səhifəyə qayıdıram. Ana səhifədə bunları gördük. Hə, burada İstanbul linki vermişik, biz verməmişik. Index.html-ə qaydırıq. Baxın, index.html-ə qayıtdım. Burada bura İstanbul.html-i verməliyəm. Ctrl-S eləyirəm. İndi qaydırıq bura. Baxın, Berlinə vurduğumuz zaman gəlir Berlinlə bağlı olan səhifəyə, elə deyil. Yəni Berlin.html. Baxın, burada da göstərir. Buradan geri də qayıda bilərsiniz bu formada. Və yaxud da ki, bu ana səhifəyə vuraraq qayıdırıq. Biz onu yazmışıq. Ana səhifəyə qayıtdıq burada. İstanbula keçid edirik. Baxın, index.html də hal-hazırda burada. İstanbula vururam. İstanbul deməli səhifəsi gəldi və İstanbulun xəritəsi gəldi burada bizim üçün. İstanbul.html ekranda render olunmuş oldu. Bu da belə. İndi Ctrl-A eləyirəm, Ctrl-C eləyirəm. Buradan keçirik hara? Bax, Berlini də bağlaya bilərik buradan. İstanbulu da bağlaya bilərik. İndi gəlirik bura hara? Bir dənə də nə yaradacağıq? Bakı. Bakı.html. Bakı.html. Burayı yapışdırıram. Burada nələri dəyişdirəcəyik? Biz nəyə götürmüşük? Mən index.html-i kopya eləmişəm deyəsən. Hə, Berlini götürməliyim. Baxın, Ctrl-A edirəm, Ctrl-C edirəm. Keçirik bura. Onu bağlayırıq. Ctrl-A, Ctrl-V edirəm. Hə, bu formada gəldi. Bakı yazırıq bura. Baxın, indi Bakı üçün hazırlayırıq. Ana səhifə bu qalacaq. Bakı yazırıq bura. Bakı xəritə. Bu formada yazdıq. Bu A-frame-i dəyişəcəyik. Burada da nəyə yazmalıyıq? Baxın, bura linki verməliyik. Bakı.html yazıram bura. Ctrl-S edirəm. Bu formada indi gəlin buradan da A-frame-i götürək Bakının. Vətənə qayıdaq. Şey hissəsindən, image hissəsindən copy HTML edirik. Bu formada gəlirik bura. Deməli, hara? Bakı.html-ə keçirik. A-frame-in yerinə Ctrl-V edirəm, Ctrl-S edirəm, yapışdırıram bu formada. Bu da belə. İndi keçirik bura. Bu xəritəni də bağlaya bilərik artıq. Ana səhifəyə qayıdıram. Baxın, 3 dənə deməli burada menü hissəsində linklərimiz var bizim. Daha sonra burada şəkillərimiz var. Details hissələrimiz var burada. Burada da məsələn Bakıya vurduğumuz zaman gəlir Bakı. Baxın, Bakı xəritə. Daha sonra ana səhifə düşür ora və Bakının xəritəsi gəlir bizə. Ana səhifəyə vuranda ana səhifəyə qaytarır. İstanbula vurduğumuz zaman keçir İstanbul olan səhifəyə. Burada İstanbulun xəritəsini göstərir. Dediyim kimi də indi baxın, mən burada sadə deyəndə əslində normal yazılışdı bunlar. Sadəcə artıra bilərsiniz. Nə qədər HTML kodları istəsəz yaza bilərsiniz. Burada mən tək xəritəni yazmışam. Siz elə eləyərsiniz ki, baxın, yuxarıda bir section açarsınız, orada məlumatlar olar. Burada 3-4 dənə şəkil əlavə edərsiniz. Lap aşağıda isə gələrsiniz, burada yazarsınız xəritə. İndi burada yazdığım ortada düşməyəcək. İndi hamısı solda düşür dediyim kimi.
Yazarsınız xəritə, burada da xəritəni göstərmiş olarsınız. Yəni bunu eləyə bilərsiniz siz. Aydındır? Mən sizə göstərirəm ki, bu formada etmək olar. Və ya məsələn ana səhifədə bura qayıdıram. Ana səhifədə məsələn deyirəm, bu şəkillər olar. Aşağıda gələrsiniz bir dənə table açarsınız. Bunlardan lap aşağıda table açarsınız. Ya bu şəkillə bu menyuların arasında, yəni harda? Burada baxın. Header-da yox, main içərisində bu sectionlardan hər hansı birində də əlavə bir section olaraq aça bilərsiniz onu da. Table açarsınız. Həmin table-da bu deməli şəhərlərlə bağlı məlumatları qeyd edərsiniz. Sütunları yazarsınız, daha sonra sətirləri yazarsınız və bu şəhərlərlə bağlı məlumatları qeyd edərsiniz. Və yaxud da ki, şəkillər də ora yerləşdirmək olar. Cədvəlin içərisinə şəkillər də yerləşdirmək olar. Anı, yəni cədvəl table təqləri içərisində istifadə etmək olar. Anı image tagin. Aydındır? Orada da istifadə etmək olar. Belə bir table hazırlaya bilərsiniz. Form hazırlaya bilərsiniz. Məsələn, hansı şəhəri çox sevirsiniz və s. Bunları edə bilərsiniz və etməyinizi tövsiyə edirəm sizə. Belə bunu da yazdıq dediyim kimi, ana səhifədə burada da keçidlər edə bilirik səhifələrə, ana səhifəyə qayıda bilirik, belli deyirik, keçirik bura və biz burada səhifələr arası keçidləri öyrəndik, fikir verin. Yəni bunu praktik olaraq gördük daha doğrusu. Birdən çox HTML folderi ilə, fayl ilə daha doğrusu işləmiş olduq biz. Aydındır? Bu da bu qədər. Burada Bakıda da yuxarıda title düzəltmişik, elə deyil. Baxırıq, fikir verin. Şəhərlərdəyik, vururam Berlin, şəhərlər Berlin, ana səhifəyə qaydırıq, bura şəhərlər olur, İstanbul vururam, şəhərlər İstanbul, burada məlumatlar gəlir, istanbul.html render olunur, buna vururam, daha sonra Bakıya vururam, şəhərlər Bakı, bu da bu formadır. Aydındır? Bu da bizim hazırladığımız praktiki layihədir və ümid edirəm ki, faydalı olacaq sizin üçün. Mütləq şəkildə baxın, praktika eləyin. Aydındır? Mütləq şəkildə praktika eləyin. Təbii ki, bunu da bu praktikanı da deməli dərs folderlərini mən yəni bu folderi zip formatında videonun açıqlama hissəsinə yerləşdirəcəm. Oradan da əldə edə bilərsiniz bunu. İnşallah artıq CSS dərslərinə davam edəcəyik. HTML-də mühim dəyişikliklər olduğu zaman heç narahat olmayın. Bu belə deyək də bu playlistin sonuna əlavə edəcəm həmin videolara. Zaten bu playlist var. Burada artıq hələ ki düşündüyüm bu sonuncu dərsdir HTML-dən. Amma CSS dərslərinə başlayırıq. O da digər playlistdə olacaq qeyd etdiyim kimi. Amma HTML-də fərqli, belə deyək də qaranlıq olan bir şeylər olsa əgər, müraciətlər olsa və yaxud da ki yenilik bir şey olsa, mən bu playlistə yenə əlavələr etmiş olacağam və bunu Udemy-də paylaşmayacağam. Belə deyək də sizin üçün tam olaraq ödənişsiz formada paylaşıram. Bir kursumuzun da sonuna gəldik. İnşallah CSS ilə davam edəcəyik. Uğurlar olsun. Bir növbəti kursda görüşək.